Əbu Cəhl deyir Peyğəmbərə ki, sən gəl bizə rəis ol. Hətta su içməyi də sənin dediyindən icra edək. Və yaxud da mala, sərvətə görə edirsə, Peyğəmbərə dedilər, nə qədər istəyirsən mal, sərvət verək sənə. Bəlkə ibadət eləmək istəmirdilər. Xeyr, onlar ibadət onsuz da edirdilər. Sadəcə İslam biraz fərqli ibadət təqdim edirdi. Məsələn, onlar qurban kəsirdilər. Sadəcə İslam deyir ki, qanını Kəbəyə yaxmayın. Namazdan daha çətin ibadətlər var idi onların. Namaz daha yüngül ibadət idi. Və bunlara baxmayaraq Peyğəmbərlə ilk dönəmdə də, sonradan da müxalifət etdilər əslində. Həm ilk dönəmdə qəbul etmək istəmirdilər, qəbul etdikdən sonra da bu müxalifət davam elədi. Nə üçün qəbul etmək istəmirdilər? İcazə verin, bir tarixi şəxsiyyətin dilindən bu sualın cavabını deyim. Əbu Cəhl Qureyşin parlaq şəxsiyyətlərindən biridir. Yəni biz Əbu Cəhl ancaq küfrün rəmzi, amma Əbu Cəhl o cəmiyyətin elitasına daxil olan bir şəxs idi, ərəb cəmiyyətinin. Ondan soruşdular ki, filan kəs Peyğəmbərin adını dedilər. Peyğəmbər deyil, dedi ki, mən axı ondan yalan eşitməmişəm. O yalan danışmaz. O bir dəfə yalan danışmıyor ki, yalandan da Peyğəmbərlik iddiası eləsin. Dedilər ki, bəs niyə qəbul eləmirsən? Dedi, axı mən qəbul edə bilmirəm. Bəni Qusey Peyğəmbərin qövmüdür. Bəni Qusey ilə bizim aramızda əvvəldən deyir, rəqabət olub. Peyğəmbərin tayfası ilə. Özü açıq-aşkar deyir. Deyir, tarix boyu biz rəqabətdə olmuşuq. Onlar həmişə bizdən öndə gediblər. Kəbənin açarları onların əlində olub. Hacılara, hacı deyəndə zəvvarlara su vermək özü bir imtiyaz sayılırdı. Və deyir, indi Peyğəmbərlik də əlavə olunsa, bütün imtiyazlar onlarda olacaq və biz yəni axıra qədər də məğlubiyyətimizi etiraf etməli olacağıq. Görürsünüz, həmin ilkin yaradılış problemi dediyi Habillə Qabilin davası nə zəmində gedirdi? Allah onu təsadüfən Quranda qeyd eləmir. Həsəd. Biz gəlin tarixi proseslərə əxlaq kontekstindən yanaşaq. Bəlkə də bu yeni yanaşma olar. Və bu çox vacib bir yanaşmadır. Şeytan və Adəmin, Habil və Qabilin dastanı yaradılışın ana xəttidir, ana mövzusudur. Əbu Cəhl də bunu əsas gətirir ki, Bəni Qusey yeni bir imtiyaz əldə edəcək. İslam qələbə çaldı və Əbu Cəhilləri sıradan çıxartdı. Sonra nə baş verdi? Yeni dava başladı. Bəni Üməyyə ilə Bəni Haşim davası. Bəni Üməyyə ilə Bəni Haşimin davası yenə də həmin leytmotiv, həmin səbəb, həmin əsas üzərində qurulub. Həmin dərddir.